Məsələn, mən bu B təpəsindən bir diagonal çəkmək istəyirəm. Bu diagonal əlbəttə ki, BC-ni yaxud B ilə A-ya doğru çəkə bilmərsən diagonal. B-dən A-ya çəkmək olar. D nöqtəsindən çəkmək olar diagonal. Düzdür? İndi bu neçə nöqtədən, bax bu bir təpədə, bu B təpəsi üzərində, bu nöqtənin özündə saymaq şərtilə 1, 2, 3 dənə nöqtəyə diagonal çəkmək olur. Düzdürmü? Ona görə hər təpəyə aiddir də bu. Hər təpədən çıxan diagonal sayı n-3 olur. Oradan yaranır bu n-3. Yəni görürsünüz bu nöqtədən bura, bir də bura 3 nöqtəyə diagonal çəkmək olur. Ona görə olacaq n-3. Düzdür? Hər təpə üçün bu doğrudur. Məsələn, A təpəsi üçün də doğrudur. Düzdür? A-dan hara diagonal çəkə bilərsən? C-yə çəkə bilərsən, E-ə çəkə bilmərsən. Məsələn, E-ə çəkə bilərsən. Düzdür? Yenə görsən 1, 2, 3 nöqtəyə çəkə bilmirsən. Bütün təpə nöqtələri üçün n-3 olacaq. N sayda təpə nöqtəsi varsa, n vurulsun n-3. Bir də düsturda böl 2 var. Niyə 2-dir? Məsələn, bu AC diagonalı ilə CA diagonalı bir-birindən fərqlidir. Eyni diagonalda, düzdürmü? A tərəfindən hesablayanda da bir AC diagonal var. C-dən də hesablayanda CA diagonalı 2 dənədir də bu. Amma bir diagonal sayılır, düzdürmü? Ona görə bölürük 2. Deməli, indi çoxbucaqlı diagonalların sayı hansı üstündən hesablanacaq? N vurulsun, n-3 bölü 2. Bir təpədən çıxan diagonal sayı nə qədərdir? n-3. Ümumi diagonal sayı n vurulsun, n-3 bölü 2. Aydındır? İndi məsələn, düzgün 15 bucaqlının, məsələn 15 bucaqlının bir təpədən neçə diagonala çıxır? 12-dən, 15 çıx 3. Bəs ümumi diagonal sayı nə qədər olur? 15 vurulsun, 12 bölünsün 2. Olacaq 15 vur 6, yəni 90 dənə ümumi diagonal olur. Bir təpədən çıxan diagonal sayı n-3 və ümumi diagonal sayı n vurulsun, n-3 bölü 2. Çoxbucaqlının daxili bucaqlarının cəmi 180 vurulsun, n-2 düsturu ilə hesablanır. Niyə n-2 düsturu ilə hesablanır? Şuralar, məsələn, bir dənə 5 bucaqlı çəkirəm. Bir dənə 5 bucaqlı çəkirəm. Bu 5 bucaqlını 3 bucaqlara ayırıram. 1, 2, 3 dənə 3 bucaq yaranır, düzdürmü? Yəni n dənə nöqtə var da, düzdür? Neçə dənəsini çıxdıq? Neçə dənəsini 3 bucaq yaranmadı? Qonşu tərəflər yaratmır. 2 tərəflər yaratmır. Amma 2 tərəf yaratmırsa, digər 3 tərəfi yaradır, düzdür? N tərəfi var. N çıx 2 dənə nə yaranır? 3 bucaq. Neçə tərəf var? 1, 2, 3, 4, 5 dənə. Düzdür? 5 dənədir. Amma neçə 3 bucaq yaranır? 3 dənə. Hər bir 3 bucağın daxili bucaqların cəmi neçədir? 180'i vursan 3'e. İndi n-2 dənə, n-2 sayda nə yaranır? 3 bucaq yaranır, 3 bucaq. Yəni hansılar yaranır? Baxın. Məsələn, bax buradan bu tərəflə bu tərəf arasında yaranmır. Düzdür? 2 tərəf arasında bunlar arasında yaranmır. 3 dənə yaranmalıdır, düzdür? 2 tərəfi çıxıram, 2 təpə nöqtəni çıxıram. Ümumi olacaq n-2 dənə nə? 3 bucaq. Hər 3 bucağın daxili bucaqların cəmi 180'dir. n-2 dənə 3 bucaq var deyə 180 vursun n-2 yazılsın. Düzdür? Deməli, məsələn, düzgün 10 bucaqlı daxili bucaqların cəmi nə olacaq? Ümumiyyətlə 10 bucaqları. 180 vurulsun 10-2. Olacaq 180 vur. Necə? 8. 1440 nə eləyir? Daxili bucaqlar cəmi olacaq. Aydındır? İndi uşaqlar, ümumi daxili bucaqların cəmi oldu nə? 180 vurulsun n-2. Əgər bu düzgündürsə, bütün daxili bucaqlar bir-birinə bərabər olmalıdır, düzdür? N dənə tərəf varsa bölürsən n-ə bu nə olacaq? 1 dənə daxili bucaq. Bərabər daxilmişsə, n dənə tərəf varsa bölürsən n-ə. Bir də istənilən çox bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcə olur. İndi düzgündürsə 10 bucaqlı olsun. Düzgündürsə 360'ı bölərsən 10'a, olacaq bir dənə xarici bucaq nə qədər olacaq? Xarici bucaq 36'dırsa, daxili bucaq da ona qonşu olan bucaq da 144 mi olar? Belə tapmaq daha rahatdır. Xarici bucağı da al. 300, məsələn, düzgün 20 bucaqlının bir xarici bucağı nə qədərdir? 360'ı böldü 20'ye. Elə bu 18. Xarici bucaq 18 ise daxili bucaq 180 çıxıb 18, 162 olacaq. Görə aydındır. Başa düşdük onu? Əla. İndi bir də düzgün 6 bucaqlı. Düzgün 6 bucaqlıda nələr var? Gəlin düzgün 6 bucaqlı çəkək. Deməli, bunun bütün tərəfləri bir-birinə nə olmalıdır? Bərabər.
Deməli, məsələn, bura A yazsan, burada A-dır, burada A-dır, burada A-dır, 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 eləmi? 360'ı böldün 6'ya. Oldu neçə? 60. Deməli, bir dənə xarici bucağı neçə dərəcədir? 60 dərəcədir, eləmi? Bir dənə xarici bucağı 60 dərəcədir. Yaxşı, xarici bucağı 60 dərəcədir, onda daxili bucağı nə qalır? 120. Düzdür? Uşaqlar, gəlin bunu bir diagonalını çəkək. Diagonalını çəkdik. Ən kiçik diagonal da bu iki tərəfi birləşdirir. Bir də bu diagonalı çəkilən. Bu neçə tərəfi birləşdirir? 1, 2, 3. Böyük diagonal budur, düzdür? İndi görün nələr yaranır. Uşaqlar, bura A-dır, burada A-dır. Bu 180'den 120'ni çıxdım. Bu bərabər yanlış uzaqdır, düzdür? 180'den 120 çıxdım 60. Bərabər bölünür deyə 30 mu bölünür? Sonra bu diagonal bucağın tənbölənidir. Niyə tənböləndir? Bu diagonal neçə tərəf saxlayır özündə? Burada neçə tərəf saxlayır özündə? Bərabər sayda tərəf saxlayırsa bucağın tənböləni olur. Tənbölənlidirsə, onda 60 mı bölünür burada? Burada mı 60 düşür? 60, 30, 90. Burada 120 olması bura 30 qalır. Düzdür? 30, 60. Onda bura nə qalacaq? 90 dərəcə. Biz demişdik ki, bərabər yanlış bucaqda təpə bucaq 120 isə, yan tərəflər A, oturacaq olacaq A kökdə 3. Düzdürmü? Burada bir dənə düz bucaqlı 3 bucaq var. 60'ın qarşısı 30'un qarşısının kökdə 3 mislidir. Görürsünüz? 90'ın qarşısı da 30'un qarşısının 2 misli olur nə? 2 A. Deməli, düzgün altı bucaqlının kiçik diagonalı A kökdə 3'ə bərabərdir. Böyük diagonalı isə 2 A-ya bərabərdir. Gün aydındır. Düzgün altı bucaqlının ümumi neçə diagonalı olacaq? 6 vurulsun, 6 çıxı 3 böl 2. Olacaq 9 dənə diagonalıdır. Bəs bir təpədən neçə diagonal çıxır? En çox 3 dənə, yəni 6 çıxı 3, bir təpədən 3 dənə diagonal çıxır. Gün aydındır. Bəs edir.